Bilirdiniz ki, qadın sonsuzluğunun ən gizli səbəblərindən biri də boruların bağlı olmasıdır. Yəni yumurta hüceyrəsi və sperma birləşmək istəsə də, qarşısında gözlə görünməyən bir mane olur. Ən maraqlısı isə odur ki, qadın çox zaman bunu heç hiss etmir. Ən çox rast gəlinən səbəblərdən biri keçmişdə keçirilmiş infeksiyalar, abort və ya keysəriyyə, eləcə də qarın boşluğu əməliyyatlarıdır. Hətta sadə görünən yumurtalıq iltihabı belə boruların içində yapışmalar yaradaraq onları tamamilə bağlaya bilər. Bəs bunu necə aşkar edirik? Burada ən sadə diaqnostik üsul HCG müayinəsidir. Xüsusi rentgen müayinəsi ilə boruların açıq və ya bağlı olduğunu dəqiq görə bilirik. Amma bəzən sadəcə HCG kifayət etmir. Daha dəqiq cavab üçün laparoskopiya, yəni qapalı əməliyyat üsulu lazım olur. Laparoskopiyada biz həm boruların vəziyyətini görürük, həm də varsa yapışmaları açaraq onları bərpa edə bilirik. Və belə halda əksərən qadın təbii yolla hamilə qala bilir. Amma borular tam zədəlidirsə və ya içində qan, irin, maye toplantısı varsa, belə halda çıxarılması belə lazım ola bilər. Bu halda isə ən doğru yol süni mayalanma, yəni IVF müalicəsidir. Ən önəmlisi, boru sonsuzluğu gizli gedən bir problemdir. İllərlə hamiləlik alınmırsa, vaxt itirmədən mütləq boruların vəziyyəti yoxlanılmalıdır. Çünki doğru diaqnoz qoyulanda müalicə də dəqiq seçilir və qadın ana olmaq şansını itirmir.